Salam, geldim çıxdım qardaşım İmanın məzarının olduğu təpəyə. Uzun küləşin ortasındakı təpə. Əslində mən qəbirstanlıq şəkilləri, videoları paylaşmağı sevmirəm. Çünki çalışıram ki, insanlar mənim səhifəmdə xoş əhval ruhiyyə qazansınlar. Amma indi bəzi tarixi hadisələri qeyd etmək üçün bunu etməyə məcburam. İndi bu gün də qardaşım İmanın ölümüyle bağlı hemen günlere ait bir hatirəmi danışacağım. Ona göre buradayım ve böyle bir video çəkirəm. Bəli, qardaşım İmanın məzarı, düşmən, murdar düşmən onun başdaşını sındır aparıb, uğurlayıb. Şimdi biz böyle bir müvəqqəti düzəltmişik. Amma qəbirstanlığın yolu düzələndən sonra başdaşını bərpa etmək niyetimiz var. Allah'ın izniyle bunu edəcəyik. Ne demek istəyirəm? Demək, İman rəhmətə gedəndə 21 yaşında bilirsiniz rəhmətə gedib. Bizi bu hadisə çok dərindən üzmüşdü. Yani hamımız özümüzü günahkar hesab edirdik onun ölümündə. Başta təbii atam. Ve o kadar yandırmıştı ki bütün kənd əhliyəsində bu hadisəyə çok kədərlənmişdi, yanırdı. 40 gün, 40 gece biz burada İmanın mezarı başında tonqal qaladıq. 40 gece. 40'ı çıxana kadar. Bu aslında dinen bu bilirdik ki bu olmaz, yaxşı şey değil. Yani mənasız bir şeydi ama yani dediğim gibi o an insan o kadar yanır ki onu edir, səhv olduğunu bile edir. Ve bir gün bu mezarı akşamlar esasen mən gelip yandırardım. Bəzən əmioğluyla gəldim, bəzən kimlənsə, başka qohumlarla. O işi əsas mən etdim. Hər akşam gəlirdim, yandırırdım. Bir gün akşamüstüydü, yandırdık ama müəyyən bir sonra, ben əvvəlki videomda demiştim, İmanın mezarı elə bir yerdədir ki, bizim evin pəncərəsindən baxanda mezar görünür. Ve atam yatağını ele koyurdu ki İmanın mezarını yatanda da görürdü. Yani yüzünü çevirip İmanın mezarına ele yatırdı. Bir gün akşam yine burada tonqal qaladım. Yadımda değil kimdense gelmiştim. Qayıtdım. Akşam saat hardasa 9 olardı, 10 olardı veya 11'in yarısı. Baktım ki tonqal sönüb. Qaranlıqdı. Bilirsiniz kış ayıydı. İman noyabrın 20'sinde dəfn eləmişdik. Hardasa dekabr ayıydı. Gördüm tonqal, durdum, qaranlıqdı. Tüfəngi saldım çiynime, götürdüm. Biraz neft götürdüm, biraz kibrit götürdüm, geldim bura. Geldim, tonqalı qaladım. Tonqalı qaladım gece. Səhv eləmirəmsə 11'in yarısı olardı veya 10 olardı. Ve qayıtdım, getdim. O 40 gün dedim axı, bütün kənd əhli bizlə beraber demek İmanın yasını tuttular. Allah hamısından razı olsun. Geldik. Səhəri gün əmim gəlmişdi bizə, həmişə kimi. Dediğim kimi 40 gün, 40 gece bizim bütün kənd əhli, o qohumlar oxuyub. Əmim də hər birimizdəydi. Əmim dedi ki, atama dedi ki, əli akşam qəbirstanlığa getmişdi. Atam da dedi ki, yok gitmemişti. Benim geldiğimin hiç kimden haberi yok. Ben evde 2. mərtəbədə yatdım. Atam bir 1. mərtəbədə. Ve çok ne vakit girip çıktığımı bilmediler. Dedi ki, axı 11'in yarısında ya 11 idi. Ben baktım İmanın qəbrinin üstünde tonqalı kimse qaladı. Ben de oturmuşam belə, o vaxt bir mağar tikmişdi orada, böyle üzür yeri. Cemaat orada otururdu. Ben böyle dedi, onsuz da dediğim kimi hamımız gəncdik ve ben yavaşça başımı sarbağa ağlayırdım. Hem dedi ki, dede sen getmişdin, mən dedi. Ben de cevap verə bilmədim. Həmin gündən sonra
həmin gündən sonra nə əmim, nə də atam imkan vermədilər ki, bir daha elə iş görüm. Hər axşam mən nəzarətdə saxlayırdım. Bax, belə bir kədərli tarixi, kədərli hadisəni paylaşdım. Allah Teala heç kimə qardaş acısı yaşatmasın. Dinlediğiniz için sağ olun, var olun. Allah'a emanet olun.